O biri tələbələrə əsəbləşir axı. Xeyr. O birilərinə də əsəbləşmir. Sadəcə tələb edir ki, hər şey yaxşı olsun. Sürprizin nədir? Dağlarının həsrətini çəkmişəm, yaylağını görməyə tələsmişəm. Gözün aydın, gözün aydın, görüşünə gəlmişəm. Ey gözəl torpağım, yurdum Qubadlı, əkərinin axarına qurbanam, sərt qışına, baharına qurbanam, şən firavan növrana qurbanam, xoş diyarım cənnətimdir Qubadlı, bu şeirin müəllifi Mikail Qubadlı. Təşəkkürlər, təşəkkürlər. Deməli, indi şeir dedi. Mən bu şeiri yazmışdım və bu uşaq nənəsi deyəsən, nənən idi. Nənənin adı necədir? Esmira. Esmira xanım dedi ki, Mikail bir Qubadlıya aid şeir yazsın və nəvəm də səsləndirsin. Həqiqətən mənim yadımdan çıxmışdı, bilmirdim sürpriz nədir və o bu sürprizi Mikail əmisi üçün elədi. Allah səni saxlasın və uğurların bol olsun, tez-tezdə Mikail əminin verişinə gəl. Yaxşı? Eldim sən də. Azərbaycanın hər tərəfinə qurban olum, amma indi Qubadlı istərsəm bir köynək yaxındır. Bizdən də, hə. Yox, biz tərəfin aşıqları... Yox, var, azdır da indi. Kəmalə Qubadlını buradan salamlayırıq. Siz tərəfdən azdır, qoy bir də bu olsun. Olsun da, olsun. Hə, sənin adın necə idi? Murad Sadıqzadə. Murad Sadıqzadə. Sən mənim verişimdə 3-cü dəfədir olursan. Neçə aydır, bir il var, bir il var ki, məşğul olursan. İrəliləyiş də maşallah var. Hə? Sənin adın necə idi? Ayxan. Ayxan, Ayxan hər şey yaxşıdır. Gədəbəyə salamlar. Gədəbəyə salam verirəm. Əmim oğlum Orxana ad gündür bu günlər. Ona da təbrik edirəm. Uzun ömürlü, can sağlığı arzulayıram. Allah hər kəsi var eləsin. Axırda gələcəm sənə, sənə darıxma. Sənin adın necə? Muradova Gülxanə, Gədəbəydənəm və buradan Gədəbəyləri salamlayıram. Bəli. Sən də neçə vaxtı məşğul olursan? 4 aydır. 4 aydır məşğul olursan, maşallah olsun. Və bu 4 ayın içində ikinci dəfədir ki, biz səninlə görüşürük, tez-tez görüşəcəyik. Gəl bura, Sənan, gəl bura. Fərahim, sən də gəl bura. Deməli, Fərahimin yerə uşaqlığı. Fərahim uşaq. Aha, yaxına gəl. Gedin, irəli, Fərahim, irəli gedin, irəli. Sənan, necəsən? Yaxşıyam, sağ olun. Qonaqlarımızı salamlayıram. Ekran qarşısından bizi izləyənləri salamlayıram. Mən istəyirəm bir babamın şeirini deyəm. Çal sazının səsi elə dolaşsın, çala yaşıq, çal pərdələr dil atsın, arzuların çiçək atsın, gül atsın, gözlərindən sil kədəri, sil qəmi, aşıq qardaş, dilgəmi çal, dilgəmi. Vaxtsı çiçək qar altında solandı, həsrət yel tellərimi yolandı, kədər qəlbə, kədər gözə dolandı, nə bilsin ki, dodaq qəmi, dil qəmi, aşıq qardaş, dilgəmi çal, dilgəmi. Şehli çəmənlərdən üz gülü, gözəllərin yaxasına düz gülü, qönçələnsin intizarın söz gülü, qoy duymasın çiçək qəmi, gül qəmi, aşıq qardaş, dilgəmi çal, dilgəmi. Mən buradan babama uzun ömür, can sağlığı arzu edirəm və buradan salamlayıram. Bəli, maşallah olsun. Alqışlayaq, salamlar ol. Fərahim necədir? Gözəl, maşallah. Mən 15 ildən sonra ikinci Fərahim yetişirdi. Maşallah. Alqışlayaq və gözəl balalarımızı yola salaq. Görüşə xanım, siz də əyləşin. Deyirəm. Yetişdirirlər, mən də asta